Təhlil edək. Azərbaycanda yayılan süxurlar. Ən qədim dövr süxurları hansılardır bizdə? Sən deginən. Atlar Paleozoy dövrünün çöküntüləridir. Əli, bizdə arxey və protezoy dövrünün çöküntüləri varmı? qeyri müəllim yoxdur. Yoxdur. Mövcud Paleozoy dövrünün çöküntüləri Azərbaycanda var və geniş yayılıb. Paleozoy var amma geniş yayılmıyor. Geniş yayılmayıb. Hansı ərazide var mövlud? Sədələkdə var, Naxçıvanda. Bir də ki, Tovuzda var. Tovuzda. Hansı çay hövzəsi idi ora? Zəngçə, Əsrikçay, Zəngçə, Əsrikçay. Zəyəmçay nəyə görə fərqlənirdi başqa bizdə? Nə təməlin Zəngçə ilə nə fərqlənirdi? Hə, Azərbaycan sənayesində. Zəngçə müəllim. Orada müəllim. Oradan yol keçirdi. Yol Dəmir kesildi. yolu. Şey vardı. Bəldəm yolda vardı orada. Neydi onun adı? Kənd təsərrüfatı maşın qayırması Hə. vardı orada. Zəyəm hövzəsində. Aha. Sonra yəni gəlib o İmennos suxunun olduğu əraziyə düşmür təbii ki də. Deyirəm ki, yəni o termin orada işlənirdi ya, onu deyirəm ki, yəni, o termin də orada vardı. Yadımızda qalsın deyə. Aha. Sonra gəldik Ceyrançöl Acunho ərazisində oldu. Hansı dövrün çöküntüləri? Niyogen müəllim. Yox. Neogen. Ardıcıl gedir, değil mi? Sənan, Qusar maye düzənliyində səsin bağlıdır. Niyogen müəllim. Neogen. Əli, Brovar silsiləsində Niyogen müəllim. Neogen. Qobustan Abşeron, Oradan Niyogen Yox. müəllim. Ümumiyyətlə yəni Neogen. kaynozan bütün dövrlər. Şahbuz ərazisində Şahbuz ərazisində oradan mənim Niyogen. burada Neogen var. Yəni Neogen olduğu ərazilər bizdə nədir? Bu ərazilərdir. Tamam. Bütün düzənlik ərazilərimiz üstə gəlsin. Qarabağ vulkanik yaylası mövlud. Kaynozoy. Kaynozoy da hə. Dördüncü dövr, bəli, Kaynalı dövrünün Dördüncü. Kaynalı antropogen süxurları var burada. Orada isə vulkanik süxuruydu. Sonra başqa oradan lazım olan bizə Talış dağları ərazisində biz hansı çöküntüləri görürük? Talış Zəngəzur silsiləsi ərazisində, Şahdağ ərazisində. Payagen müəllim. Paleogen dövrünün çöküntülərini görürük. Azərbaycan çöküntülərindən zənnimcə bunlar bəsildir də, yəni bizə çox da elə dərinlik bir sual inanmıram ki, gəlsin orada. Azərbaycanda hər yer nədir? Geosinkronaldır. Platforma bizdə ümumiyyətlə Tamam. yoxdur deyəcəksiniz. Sonra görək kitabdan nə var. Demədiyimiz yadımızdan çıxan. Hə, Azərbaycanda 9 ballıq zəlzələlər sənan harda baş verirdi? Şamaxı. Ha, Şamaxı. bir dənə Şamaxı da elə. Müqayisədə var, hə. 3 dənə ərazi var idi. Hansılar idi? Taş. Taş Deməli Yox. Şamaxı dağları. Yox. zonasındadır. Deməli mənim Kiçik Qafqazda Qapızlıq ətrafında, bir də Gəncə ətrafında. Bəli. Şamaxı, Gəncə, Qapıcıq ərazisində nədir? Bizdə 9 balıq zəlzələlər baş verən ərazilər idi deyəcəksiniz. Sonra belə bir sual mövcud sənə. Tektonik qırılma ərazilərində hansı hadisələr baş verir? Tektonik sınma ərazilərində. Tektonik sınma ərazinin hansı? Nə təməl deyin? Tektonik sınmalar boyunca hansı hadisələr görə bilərik? Orada mən mineral bulaqlar fışqırıq çıxırdı. Şuna çıxır eləmi? Mineral bulaqlara, yeraltı sulara nədir? Səthə çıxırlar. Termal sular və mineral bulaqlar səthə çıxırlar. Bir tez Burada sürüşmələr olur. fəallıq Dağ yamacları aktivdir dik yoxsa olur. yox? Bəli, Fəallıq aktivdir. davam. Bəli, fəallıq burada aktiv olacaqdır. Yeraltı sular səthə çıxacaqdır deyəcəksiniz. Məsəl üçün belə bir sual verir ki, hansı tektonik zonalar bir-birindən tektonik sınma vasitəsilə ayrılıb? Sən nə deyərsən? Yəni o qonşu olanlar da mənim. Ad olaraq nə deyərsən sənə? Hansı tektonik zonaları deyərsən? Sənə xəyal Mənim edər. mən fikrim deyim. Əli Mən də fikrim bilir. deyim. Məsələn, bir tektonik qalxmaya, bir tektonik çökməyə aid olan ərazilər götürə bilər. Məsələn, Zaqatala, Lahaçla Qanaxəyli çay fiziki coğrafi rayonları tutaq ki, məsələn, bir-birindən tektonik sınma ilə ayrılıblar. Bəli, fiziki Çünki biri coğrafi rayon çökəkdə, kimi biri də deyə qalxmada. bilərik. Mən tektonik zona deyirdim, fərqi yoxdur. Bəli, deyə bilərik. Məsələn, Kürlə Böyük Qafqaz, Kiçik Qafqaz nədir? Sınma vasitəsilə ayrılmış ərazilərdir deyə bilərik. Və belə sual var deyə belə bir sual verildi. Deyirdi ki, ərazilərin hansı bir-birindən tektonik sınma ilə ayrılmışdırsa belə bir limit testində sual var idi.
Köhnə topluda 30-cu sual özlə. Məsəl üçün Cənub-Şərqi Şirvandan Səlyan düzü. Xeyr. Deyil. Cənub-Şərqi Şirvandan Qobustan Abşeron. Xeyr. Bu. Nətərəm biri hə, biri qalxmada yerləşir, hə, biri çökəndə Hə. bəli, 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 Biri indi Kürdə bildim. yerləşir, biri Böyük Qafqaz qalxmasında yerləşir. Bir-birinə tektonik qırılmalar dolayısıyla ayrılmış ərazilər hesab oluna bilər. Azərbaycanda sanan fəaliyyətdə olan vulkan Fəaliyyətdə olan vulkan Ayçınqılı, Pərçınqılı olardı şey. fəaliyyətdə də olar. Fəaliyyətdə olan vulkan Qarabağ vulkanı yayılası nədir? Əli var. Xeyr, Yoxdur, müəllim, hamısı yoxdur, məhəbbət yoxdur. üçün. Yoxdur. Axı Ümumiyyət, sönmüş vulkanlar var. bəli, ümumiyyət Azərbaycanda fəaliyyətdə olan vulkan yoxdur. Sönmüş vulkanlar var. Hansı sönmüş vulkanları tanıyırsan, ay Mövlud? Bəyəs Mövlud. Mövlud fikirləş. Mövlud yüklənir. Müəllim, Loading. siz müəllim. Sən də yatırsan deyəsən. Deyirəm, Azərbaycanda hansı sönmüş vulkanları tanıyırsan? Mənim Azərbaycana mənim elə ki mənim vulkanik yaylada var 3550 metr. Gəlinqaya var, Pərçınqılı var. Ondan sonra Gəlinqaya Yaxşı, bəsdir. var. Böyük Şıklı var, Qızılboğaz var, bəs edir. Ən hündür palçıq vulkanımız əli hansıdır? Torağay müəllim 400 metr. Orağaydı. Sənin fikrincə çapılmış palçıq sönmüş vulkandır. Necə müəllim? Çapılmış vulkanı, palçıq sönmüş vulkandır. Palçıq vulkan müəllim. Palçıq vulkandır. Orxan Lökbətanlı. O da mənim palçıq vulkanıdır. Bu da palçıq vulkanıdır. Bəli. Bəs yaxşı. Palçıq vulkanları sən hansı ərazidə geniş yayılır? Hansı faydalı qazıntıların olduğu ərazidə geniş yayılır? siz faydalı qazıntıları. Nə? Filiz? Mən hansı faydalı qazıntılar? Mən də sənə sual cavab verim. Sənə qulaq assın. Mən bir də deyim müəllim, bir də deyim müəllim. Palçıq yatma Səs tam Mövlud. deyim. Palçıq vulkanları yayılan ərazidə hansı Bəli. faydalı qazıntılar olurdu? Neft qaz. Neftlə qazan. Palçıq vulkanının püskürdüyü məhsul nə adlanır Əli? Kalza müəllim. Sadəcə quruyub nə olur? Brekçi. Neft. Brekçi olur deyəcəksən. Bəli. Palçıq vulkanları Azərbaycanda yerləşir neçə tektonik zonada? İki. Bunu demişdiniz. Bəli, 2. İki. Hansılardır? Böyük Qafqaz qalxmasında, Kür çökməsində. Aysa, Cənub-Şərqi Şirvan ərazisində görməyimiz mümkündür deyəcək. Hətta mən bir Xəzərin şerifində belə palçıq vulkanlar Xəzər var. dənizinin içərisində belə palçıq vulkanlarımız var da. Hətta bu yaxınlarda bir ada yaranmışdı Xəzərin içərisində. O palçıq vulkanı düşməsində yaranmışdı da. Hmm. Bunlar da belə. Sonra nə var? Hə, bax bu düşər, gələr, ola bilər. Azərbaycanın 73%-nin hündürlüyü nə qədərdir? 0-200. 1000 metrə qədər ərazilərdir. Evet. 27%-i 1000 metrdən yuxarı. 1000 metrdən yuxarıdır. 42% nədir Azərbaycanda? Ovalıq. Ovalıqdır. Bəs 54% nədir Azərbaycanda? Şey 200 ilə 1000 metr arasındakı ərazilər. Biraz Yəni, fikrinizi genişləndirin. Biraz baxış açınızı genişləndirin. 54%. iqtisadiyyatı gedək. O vaxt neçə faiz dediniz müəllim? 42%. 42% o vaxt müəllim. Hələ? Mövlud yatır ya Allah haqqı. Bir dəqiqə. Mövlud keç bir əlini üzünü gəl. Mən iqtisadiyyatla 54%. əlaqədarım. Hə, 54% nə idi Azərbaycanda? Urbanizasiya. Urbanizasiya idi. 54% mən. Urbanizasiya. 68% nə idi bəs? Əmək qabiliyyətli əhali. 76%. 76% neydi abi? Amma bir dənə 76% yadımdan çıxdı. 500-dən aşağıda yaşayanlar. Bəli. 18% ölkəmizdə nədir? Verifə qayıdırıq. 0 metrdən aşağı. Ay sağ ol. 42% ovalıqdır. O 42% ovağımızın 18%-i dəniz səviyyəsində nədir? Aşağıda yerləşən
ərazilərdir deyəcəksiniz. Lənkəran ovalı hansı tektonik zonaya daxildir? Hansı tektonik zonaya daxildir? Mən şeydə Aha. Kür Kür tektonik zonasına daxildir. Belə bir sual verir bizə. Kür tektonik çökməsi ərazisində qışı quraq keçən mülayim isti iqlim var. Kür tektonik çökməsində var mənim də, Lənkəranda var. Təpənə daş Bəli. düşməsin. Xeyr, mən bura Lənkəran nəfərmənli dedim. sizi Belə dolaşdırmaq, təkrar edirəm. sizi dolaşdırmaq kimi ki. Axşam yazdığım suala qəşəng suallar deyirəm. Bədahətən, Bəli. Mənim də sualları idi. bədahətən divanın üstündə oturub sizə suallar yazırdım burada. Deməli, Kür tektonik çökməsi zonasında qışı quraq keçən mülayim isti iqlim var. Kür tektonik çökməsi mənim niyə yoxdur ki? Harda var? Qışı quraq keçdi. Qışı Şeydə quraq keçən. mən Qanı Gəncə Qərbisində var. Qazaxda. Gəncə Qazaxda var. Qanın Xəyri çay. Gəncə Qazax yarım səhrada ha. Gəncə Qazax Aha. Qanın Xəyri çay ərazisində. Qanın Xəyri çayda qışı quraq keçən mülayim isti iqlim var. Yay quraq keçən Bəli. mülayim isti iqlim varmı bəs? Yay Yəni quraq keçən də Lənkəranda var. Lənkəran Lənkəranda bəli. ərazisində bəli, yay quraq keçən, orada isə qışı quraq keçəndir. Bax, sualdır, qəbul sualıdır. Qəbulda qarşınıza çıxanda mənim babama rəhmət oxuyasınız ki, deyəsiniz ki, Emin müəllim bizə demişdi bunu. Sonra nə var ha buradan boşluq? Hə, burada belə şeylər də var idi. Bedletlər hardadır Azərbaycanda? Yəni, Bu ərazidə Özlərlə Arxiyon, Daxilyon, yer relyefin yayıldığı ərazilər əsasən Abşeron qovşanları, ondan sonra Azərbaycan Ceyran. Abşeron Ümumiyyətlə qovuşları, bəli, Azər Ceyrançol ərazisində biz görürük də bunu əkin ərazisi Adrohur torpaqlar. Ceyrançı və Naxçıvanda var idi. Əkinərarsız torpaqlar idi bunlar. Bedlet ərazilər hesab olunur. Bəli. Daşlıq qayalıq əraziləri idi. Hı. Sonra sürüşmə hadisələri intensiv gedir bizdə. Böyük Qafqaz, Kiçik Qafqaz. Böyük Qafqaz Böyük müəllim. Qafqaz. Səbəb nədir? Köçmə suxurlarının üstünü təşkil Çökmə etməsi. suxurların üstünü təşkil etməsi. Maqmatik suxurlar yayılıb bizdə. Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Talış, Kür. Bizdə mənim Kiçik Qafqazda və Böyük Qafqazda da yayılıb ki, o polimetal Yox, var demir. orada. Onu at qırağa. O heç o dim onu götür. Hə, ona sırf Kiçik Qafqaz deyərik müəllim, bir də Naxçıvanı. Bir də Talışı. Talış, Naxçıvan, Kiçik Bəli. Qafqaz. Üçündə də maqmatik suxurlar var. Sonra şılaq konusları nədir? Əməlli, Şılaq konusları, şılaq konusları. Hə müəllim, mən onu bir sizdən soruşacaqdım təzədən bir də sor. O elə bir şeyin Onu dedim. vulkan püskürməsi zamanı yaranan şeylərdir, relyef formalarıdır. Axır vulkan elə bil o lavası həmin o şlaqvari formada olur deyə buna şılaq konusları Hə. deyirlər. Burada harda Kiçik Qafqazda veriblər. Kiçik Bir də Qafqaz. mənim yadımda onun sinif dərsliyi belə analiz edirdi. Orada lakqarit demişdi. O lakqarit nə işə yarayırdı? Həmin o da vulkanların yaratdığı şeylərdir də, suxurlardır. Suxurlar, hamısı suxurlar. Sonra nə səbəb üçün bu xəttdən ümid edirəm ki, sual düşməz sizə. Bu xəttdən sual düşsə qəbul. Sonra nə qaldıq? Başqa demədiyimiz burada. Məncə buradan bir şey qalmadı. Bir dənə faydalı qazıntı qaldı da bizdə eləmi? Mən Ben onu burada qırğın bir qara, sualdan. qara dəftərim vardı. Onu tapsam sizə biraz da oradan baxım görüm məsəl var mı yadımızdan çıxar. Deməli, məncə Azərbaycan relyefindən bilik də nə qaldı ki? Amma rəhbərə elədiyi da. Hə, nə qaldı ki Azərbaycan? Hə, yəni heç nəyə bağlamamışıq. Sırf Azərbaycan relyefindən danışmışıq da başqa bir bölməyə demək inteqrasiya Biraz da iqlimlə də bəri inteqrasiya elədi. Biraz iqlimlə İlgin düşüncəsə üçün ilgin var ilgin həyatımızın elə bir yerindədir ki, gəlib çıxır qabağımıza. Bilirsən təmin Azərbaycan iqlimi çox da qəliz deyil. Post adı uzundur deyə adamın belə zəhrəsi gedir də öyrənməyə. Adları çox uzun. Rəqəmlərlə öyrənirsən Azərbaycan iqlimi ümumiyyətlə iqlim bölməsi asandır. Öyrənmək, yolunu bilən asandır. Hə, deməli burada nə deyim sizə, nə deyim sizə, nə deyim sizə. Maraqlı nələr var bizdə burada. Məsəl üçün, Böyük İşıqlı vulkanının yüksəkliyi nə qədərdir?
Böyük 3550. 3550 metrə bəli bərabərdir. Hə, isti su harda yerləşir? Kəlbəcərdə. Masalda da var. Kəlbəcərdə. Sonra Tutqun minikənd. Bunu dəyişdirə bir yazımdan çıxdıqdan sonra keçdik. Tutqun, bəli, mən tutqun şeydə deyirsə Kəlbəcərə götürürlər. Laçında ancaq Minkənddir. Minikənd göstərə rəssalar. Mən yadıma çıxıb o. Tutqun minikənd Laçın Kəlbəcər arasında düşəcəkdir. Bəli. Sonra Turuşsu, Şırlan, İsa bulağı, Şuşa, Narzan, Mormor. Gədəbəy. Bəli, Gədəbəy. Slavyanka mineral bulaq deyil. Gədəbəydə yaşayır, mineral bulaq deyil. Sadəcə o sudur, məşhur brenddir. Sonra gəldik buradan belə. Mən Naxçıvandan sizi ilişdirmək istəyirəm. Naxçıvandan. Naxçıvanda nə var? Naxçıvanda hansı düzənlikdə Payqın dövrünün çöküntüləri görə bilərik? Maraqlı sual. Vacibin dördüncü çöküntüləri görə bilərik. Hı -hı. Böyükdüzdə Neogendir, onu qırağa atılırıq. Orada olmaz. Dəqiq sual Mən əsas deyil. Gülüstanla mən Ordubad tərəflərdə görək də. Gürcüstan yayçı tərəflərdə bəli görmək Hə, orada da mümkündür deyə bilərik. Elə bunu bu dəfə demişdilər. Mən bunu qeyd eləmişəm. Demişəm, Ona görə. demişəm. Onları mən demişəm. Hamısını Azərbaycanın. Mənim də orada yanında qalıb. Mən hə demişsiniz bunu yazmışdım mən. Bir ondan sonra var. Zəngəzur silsiləsi hansı inzibati rayonlara düşür? Şahbuza, Ordubada, Culfaya. Şahbuz, Ordubad, Culfa, Ordubad arasında düşür. Arzu gedək. Qapıçıq zirvəsi hansı inzibati rayondadır? Şahbuzda. Şərqi deyirəm. Zəngəzur silsiləsinin ikinci ən yüksək zirvəsi haradır? Mən ikinci ən yüksək zirvəsi Qazangöldə Nə qədər Qazancılda. böyüyü? 3829 metr. Bu da Ordubadda yerləşir. Bəli. Buna vaxtı Miqa şeyində yazmışdım. Zulfada eşək meydan aşımı var. 2875 metr. Mən bizim Ağcabədidə bir dənə yer var, adı eşək keçməzdi. Eşək geçmez. Hə, Şey adıma düşdü, Aslana dediyim. Aslan. Aslında yox idi orada. Bəs şey sual cavab verirəm. Azərbaycanın kənd təsərrüfatını dedim, Aslan Zəfəran nədir? Aslan durub üzümə baxır. Deyir mənim o nədir? Deyir mən sən bilməzsən Aslan Zəfəran nə olduğunu. Aslan söhbəti tuta bilmir ki, nədir? O şey məsəl var ya, deyir eşək nə bilir Zəfəran nədir? Aslan doğub Bizdə qalıb deyir ki, eşitmişsiniz o şeyi, məsəlsiz. bəli, mənim hətta deyir o nəsə yanlışlıq var idi Hadi onda o sözdə. eşək nə bilir ki, zər falan nədir əslində belə olmadı. Biz ona zəfəran deyirik. Deyirlər ki, cəmaatında zəfəran deyir. Hə, indi ona səndən soruşaram. Görüm o eşək keçməz yerini bilirmi? Sonra İlan dağı var uşaqlar Zulfada. 2415 metr hündürlüyü var. Zulfada. Bura turizm falan olan ərazilərdən biridir. Yəni ki, İlan dağ məşhurdur biraz onun görüntü formasından. Şey deyil, bu biz nədir? Nə deyir ona biz ay Allah? Şahid dağ formasındadır. Küləyin təsirinə yaranmış bir ərazi formasındadır belə deyək. Beləncə, başqa da burada zənnimcə bir şey qalmadı. Keçək faydalı qazıntılar Azərbaycanın. Əsas məsələlərdən biri. Buradan sual gələrmi? Gələr təbii ki də şeylə düşər. Fiziki coğrafi rayonlarla, fiziki coğrafi rayon düşər. Faydalı qazıntı verər, faydalı qazıntının işarəsini verər. Başlayaq gedək. Əli, de görək sən. Bəli. Yanaşis Azərbaycanda harda var? Yanaşis. İsmayıllı Quba Qobustan. Quba, Qobustan, İsmayıllı, Quba arasında, Şamaxı arasında deyə bilərik ki, var. Sonra gəl biraz adrenalini artıraq da. Daha Bəli. həyəcan. İşarələr qoyulur. İşarələrin zatla. Daha həyəcan Əcaizə. olsun, bəli. Deməli, indi mən bu işarə çəkənə qədər axşam olacaq burada. Bunun içi dolu. Neft. Neft. Sonra bunun içi dolu. Dəmir filiz. Bu o dəmir filizdir, bəli. Dəmir Emin olan Azərbaycanda harda var?
Dəmir Daşyan. Filiz, Hamarançay, Diyağaç, Hamarançay, bir də Dəmiroğlu da. Bunu da düz deyəmirik. Hamançay, Hamarançayı, Dəmiroğlu, Daşkəsən, Dəmiroğlu, Daşkəsəndə Daşkəsən, yerləşir. Dəmir filizi Daşkəsən. hansı metallurgiyada istifadə olunur? Qara metallurgiyada. Qara metalın bizdə qeyri-filizi nə idi? Boksit. Bentonit Bentonit gil. gil, Bentonit gil. Bentonit. Qazaxda. Bentonit, Qazaqlı qazaq. bentonit gildə nə üçün istifadə olunurdu? Gəlib Qəlb Oda davamlı qəlblərin hazırlanmasında. O dedik Azərbaycan donatılmalı. Azərbaycanda dəmir filizi deyirəm. Qara metalın hansı xammalı yox idi? Qara metalın hansı xammalı yox idi? metal mənim daş kömür. Bunu fikirləşirsinizsə mən nə deyim sizə? Daş kömür yox idi, bəli. Hə. Sonra alinit mövlud harda yerləşirdi? Alit müəllim, daş kəsəndə zəylikdə. Əlvan qara metal. Deməm əlvan. Əlvan metal idi, bəli. Biz əlvan metallurgiyanı deyirdik ki, hara meyl edir? Əlvan metallurgiya harmeyədə tələb yox. Mən əlvan metallurgiya Gəllər. o elektrik stansiyalarına tərəf. Uduz enerjiya deyil. Bu da Ucuz enerjiya. enerjiya meyl edirdi. Bəs qara metal Qara metal xam Tərkibi çətinlikdə deyil, bəli, xammalı. xam mala meyl edirdi. Biz həmin Daşkəsən ərazisindən filizi çıxarıb hara gətirirdik? Quşsala başlı yolu ilə gətiririk Daşkəsəndən Gəncəyə. Gəncədə bunu saflaşdırırıq. Saf alüminium alıb Zəyəndə göndəririk bunları. saflaşdırıb Gəncədə emal edirdik. Təbii ki, alüminium emalını Hə, orada. hə. Sonra Mən bir Sonra, şey soruşa bilərəm. hə, niyə olmur? Mən bu nə yaxşı, o ermənilər çıxanda özləri hər şeyi apardılar əllərinə keçən. Nə yaxşı mənim oradakı filizlərdə çapıb getmədilər. O bilmirəm, baxıbsınızmı? O şey var, Cəlal Şəngör var, bir dənə türk geologist nədir? və geoloq. Geoloji. Baxıbsınızmı? Ona bir dənə canlı yayımda sual verirlər. Deyir, hocam bu fay hatlarını deyir, nə deyir? Litosfer tavalarını. Hə, Deyir, nasıl bu yapacağız ablamı? fay hatlarını deyir, söküb oradan deyir, çıxarıb aparıb başqa yerə qoysaq zəlzələnin qarşısını almış olarıq mı? Sən də onun kimi sual verdin. Sən nə düşünürsən? Sənin fikrində filiz nədir? Vedrə torpağın altına doldurub belə qoyurlar ora. Elə bir şeydir, eləmi? Mən ermənilər sən ağzına bombalıq çıxardılar da yataqlar. Olsun da bombalasın gönər ki. Torpağın içində də. Bu onun bombalamağı erməninin oran bombalamaq bizə faydası var ki, onlara xeyri yoxdur da, yəni ki. Mədən də o mədən gəlib onsuz da dağıdıb torpağını çıxarıb torpağın içindən filiz çıxarırlar da, yəni ki. Gəlib oradan elə Amma ondan istifadə edirlər onlardan. yox, onlara qalan qoymuşlar istifadə edir. Nə müəllim? Hə, edirlər, hə, edirlər. Niyə eləmirlər ki? Mən yaxşı mən özlərinə bir ağ gün ağlamayıblar. Hə, sən Allah bəsdir. Ağ gün ağlayırsan sən özbə. Məndə filiz var müəllim. Azərbaycanlı deyilsən sən. Yenə danışır ki. Nəysə. Sonra bu işarə hansı işarədir? Mis. Mis. Mis Azərbaycanda harda var? Mövlud. Mis Azərbaycanda. Bunu da fikirləşsinsə dərsi tərk edər. Mən Qaradağ Gədəbəydə Qaradağ, ondan sonra Xalxal, Misdağ, Babəkdə, İdalda. Ağdərə. Bir də Ağdərə arasında var, bəli. Mis əlvandır yoxsa qara metal? Gəlib olmayın. Əlvan metaldır. Sonra belə bir gözəl göyçək nur topu kimi işarəmiz var. Bunu çəkə bilsəm halaldır. Molibdir. Molibdir müəllim. Yo, yo, yo. Kromit Kromit. müəllim. Kromit. Xromit. Molibdir, xoramid. Onu mən Kromit. ortada keçirdi, elə yadda saxlayıram. Zah ol səni, görürsən. Xromit Azərbaycanda harda var sənan? Göydərə, Kəlbəcər, İpək Qalası. Sağ ol sənə. Göydərə, Kəlbəcər, İpək Lası. İndi deyin görün mənə, bu xromit qaradır yoxsa əlvan metaldır? Əlvan mənim. Əlvan. Yox, qara. Mangan, kromit. Mangan, Dəmir filizi, kromit. manqan, xromit. Aynen, Nədir? dəmir, Qara manqan, metal xromit. xammalıdır. Qara metal xammalıdır. Sonra molibden Azərbaycanda hardadır? Əli. Qaraqçay, Diyaqçayda müəllim, Ordubad rayonu arasında Gilansayır hövzəsinə düşürlər. Ay, sağ ol. Paraqaçay, Diyaqçayda Gilan çayın hövzəsində. Gilan çayın qidası nə idi? Belə bir sual da verin buradan.
Qapçıq ətrafındakı buzlaqlarla qidalanır. Bax, Hal olduğunu. Qızıl Azərbaycanda harda var mövlud? mənim Zlot var, Kəlbəcərdə, Gəlibəydə Qoşa, Zəngilanda Vecnəli, Bir onlar. də Bir də yeni Ağdərədə var. yaranmış rayonumuz Ağdərədə qızıl bulaq yatağı var idi. Qızıl. Qızıllar. İndi qızıl qiymətli daşdır yoxsa metaldır? Metaldır mənim. Qiymətli daş. Qiymətli daş deyil. Əlvandır yoxsa qara metal? Əlvandır. Əlvan. Əlvan Hə, metal. əlvan. Qızıldır, gümüşlü Əlvan. var, əlvan metal hesab olunur. Bəli. Sonra gəldik buradan belə. Polimetal Azərbaycanda harda var Sənan? Balaça zaqatı, Balakəldə var. Ondan sonra Şərurda var. Gümüşlü Şərur. Ağdərədə var da Mehmanlı. Ağdərədə Mehmanə var. Bəli. Filçay, Katetçay, Qastaq, Katetçay, Mazımçayda, Mazımçay, Balakən, Zaqatlar Balakən. yerləşir. Polimetal əlvandır yoxsa qara? Polimetal, Hı -hı. qala. Əlvan metal. Əlvan. Yox, əlvan. Qara yox, əlvan. Bəli. Ağdamlı olduğunu demədən göstər. Söz satır orada hocam. Bəli, əlvan metaldır. Onun tərkibində şahapolimetal tərkibində mis, qurğuşun falan var deyə ona görə əlvan metal hesab olunur o. Civə harda var Əli? Civə müəllim deməli Curfada var, Kəsəndağ yatağında. Şorbulaqdır, Lefçaydır, Ağ yataqdır. Bunlar Kəlbəcər rayonu ərazisindədir. Bir də Gilgəstay ilə Narzanlı var, Laçın rayonu ərazisindədir. Bu hansı Bəli, bu da işarədir? Civənin işarəsidir müəllim. Civənin işarəsidir. Bəs yaxşı, bu hansı işarədir uşaqlar? İndi görüm çəkə Deyin biləcəm burada bunu mən. Molibden çəkməyə çalışdım müəllim. Bu alinitdir. Alinit. Alinin işarəsidir. Bəs yaxşı, bu hansıdır içi boş belə? Bu müəllim deməli seolitdir. Ay sağ ol, seolit. Seolit Azərbaycanda harda var? Tovuzda. Tovuzda, Ağdağ Orada yatağında. Ağdağ. Var, bəli. Sonra bu hansı şərt işarə, nədir belə? Hansı şərt işarəmizdir? Bu bentonitdir müəllim. Bu benton. Daş salahlı qazaq. Bəli, daş salahlı qazaqda var idi, bəli. Sonra belə bir dənə pəncərəyə oxşayan işarə var. Hayır. Pəncərə Gips. yoxsa? Cips. Bəli. Gipsdir. Gips hardadır? Goranboy. Ağdakənd, Goranboy. Ağdakənd, Goranboy. Belə bir gözəl gölçə işarəmiz var. Mərmər. Mərmər. Və görüm, Mövlud, Qubada hansı mərmər sənin xoşun gəlir? Falan. Sərayı. Seriozlu mərmər. Seriozlu mərmərlərimiz harda var idi? Yaz mərmərlərimiz mənim Şərurda qara rəng var. Sonra Gülavlı var Ağdamda. Bir dənə yerdə də ağ rəngdə var idi. Bu da Daşkəsəndə. Daşkəsəndə də var. Və buradan sual belə gəlir ki, Quba xaçmaz verir, məsəl üçün şey verir, Gəncə Daşkəsən ərazisini falan verir də iqtisadi Gəncə nədir o iqtisadi coğrafi rayon? Bəttədən bay. Gəncə Daşkəsən iqtisadi coğrafi rayon, hə. Oranı məsəl üçün verib sənə oxşar fərqli xüsusiyyət deyəndə, hə, orada mərmər toxundura bilər, gələ bilər, ola bilər. Sonra bəs travertin hardadır? Şaxtaxtıda və İstisuda. Mən İşte Kəlbəcərdə. gəlib də istisu Bu Kəlbəcər. hansıdır? Bu perlit müəllim. Bu perlitdir. Hardadır perlit? Keçəldağ Kəlbəcərdə. Kəlbəcər. Keçəl dağdadır. Kükürt qaçedanı. Azvərli Hökməlli. Kükürt Sılaqdərə qaçedanı. Toğanalı. Aynen. Sılaqdərə Toğanalı. Traktörə Toğanalı. toğanalı. Göydür, Göygöl göydür, arasında. göydür. Baritar da var. Daşkəsəndə Çoğdan var idi. Çovdar Daşkəsən, Başqışlaq Goranboy. Baritdən nə üçün istifadə olunur? Neft quyularını təmizləməkdən ötəri. Ay, bu Bəli. barit deyil ha, baritdir bu. Sonra Baritdir. sement xammalı. Sement xammalı dedik, Tovuzda var, bir də ki Qaradağ yatağı var, Bakıda. Azərbaycanın ən əsas sement istehsal edən zavod hansı idi? Sement zavodu. Qaradağ eləməli. Yox. Tovuz. Markanın adı var idi. Nə idi markanın adı? Demişdim. Mətanət A, Mətanət A.
Yenə norm deyəsən dərd yar deyərəm ki. Holkim. Holkimdir nədir bir dənə şey var, olardı. Hə, Holcim. Ha, şeydə şirkəti var da görürsən, Qaradağın keçəndə görmək olur. Əqiq harda var? Gədəbəydə, Qazaxda, Yılanlı qubadlı. Eyvaz Eyvallah, yatağı. Qubadlıda var, bəli. Şeydə yodlu bronlu sular. Neftçalada var müəllim. Bəli, Xıllıda, Babazənəndə, Abş Binəhövsanda, Abşeronda da var, bəli. Abşeronda Abşeronda var. yodlu bromlu yod istehsal harda olur? Harda istehsal olunur? Nədən istehsal olunur? Dilim dolaşır. Abşeron göllərindən mənim. Abşeron göllərin təsərrüfat əhəmiyyəti var idimi? Bəli, mənim. Deyil. Var. Var, yenə xeyir deyil. Təsərrüfat suvarma deyil burada təkcə. Sənayedə Həmin. falan duz istehsal olunur, yod istehsal olunur, turizmdə var. Şıx Suraxanı, Buraxanı Bakı, Bakı. gözəl Badamlı, Bakı. Şahbuz, Sirab Vayxır, Naxçıvan. Sirablı, Vayxır, Babək, Babək. Sonra Xaltan Xaşı Cimi, Quba, Cimit Saquba. Qalaltı, Şavranda, Şabran. Sonra Meşəsu, Meşə su Meşəsu Lənkəran, Masallı. Lənkəran. İsti su, qotur su, donuztən, Var Masallı, Masallı. Masallı. Bədo, İsmayıllı. İsmayıllı, İsmayıllı. Xalxal, Oğuz. Oğuz, Çuxuryurd, Şamaxı, Şam əhli. Bum, Qəbələ. Qəbələ. Zənnimcə uşaqlar məncə kifayət edər bu bizə. Bilmirəm, Astrada da aşağı Şey var idi, nə idi ora? Alaşa kəndində isti su var idi. nə? Alaşa kəndində isti su var idi. Amma Harda o mənim? isti su demək olar ki, elə hər yerdə var. Hey, sən nədir? Ad tapamıyorum, fədi isti su. İsti su yox, bu qədər. Ad Mən tapamıyorum. sabah bu vaxtlar qoşacaq, 9 vaxtlar. Ay, son deyəm danışamadığım Yəni şey. son 7-yə qədər qoşsa olar mənim.